İstəyirəm saçımı arxaya darayım. Darayanda, indi məsələn bu vəziyyətdə darayanda görürəm ki, qıraqlarının falan çox belə şişkinlik olur. Əsasda fenlə eləyib saxlaya bilmirəm o saçı. Ya qabağa aşağı düşür, ya da ki, səliqəsiz görünür. Bir də yuxarı hissələr, məsələn, buralar şiş görünür də. Bilməm, indi hansısa formada kəsim eləsəz, bəlkə düzəltmək olar onu. Hətta biraz qat problemi var. Yəni fikir versiniz, aşağıdan elə bil ki, yuxarı qalxdıqca həcm azalır. Həcm əsas qulağın üstünə yığılıb. Qulağın üstündəki həcmi yuxarı çəkmək lazımdır. Burada bir azdan çoxa işləmək lazımdır ki, həm üzlə formanı tamamlayaq, həm də ki, üst hissə belə artıq bir şey kimi görünməsin də, üst hissə tam birləşsin saç. Saçın öz dalğasından da istifadə edib, belə yana tökümlü də eləmək olar, arxaya da eləmək olar, sağ, sol, yəni. Əslində arxaya töküb qıraqlara ayrılır, məsələn, o formada elə daha yaxşı olar. Müştərimizin istədiyi kəsimi onun üz və baş formasına uyğun bir şəkildə kəsdik. Siz də öz yerlərinizi rezerv etməyə tələsin.